فإنه من يعش منكم فسيرى اختلافا كثيرا فعليكم بسنتي ما تنشئون حزبا. Fitnə sizi bürüdüyü zaman, yəni sizin halınız necə olacaqdır? Və balaca onun üzərində və ya onun içərisində böyüyəcək və onun içərisində böyük insan qocalacaq və o fitnədən bir şey tərk olunduğu zaman deyiləcəkdir ki, sünnə tərk olundu. Qilə və mətə zəkə ya Əbə Abdurrahman, deyilir ki, ey Əbu Abdurrahman, bu nə vaxt olacaq? Qalə izə zəhəbət uləməukum, alimləriniz getdiyi zaman və kəthurət cühhalukum, cahilləriniz çoxaldığı zaman və kəthurət qurraukum və qariləriniz çoxaldığı zaman və qallət fuqahaukum, fəqihləriniz azaldığı zaman və kəthurət umaraukum, əmirləriniz çoxaldığı zaman və qallət umanaukum, əmin insanlarınız azaldığı zaman وَالْتُمِسَتِ الدُّنْيَا بِعَمَلِ الْآخِرَةِ, ahirət əməli ilə dünya axtarıldığı zaman وَتُفُقِّهَ لِغَيْرِ الدِّينِ, dindən başqa işlər üçün din öyrənildiyi zaman. Yuxbiruna İbn Məsud fi hədəl hədith. İbn Məsud radiyallahu anh bu hədisdə bütün müsəlmanları bürüyən fitnədən xəbər verir. Onun zamanı da çox olacaqdır. Keyfə əntum, siz halınız necə olacaq? O fitnə sizi bürüdüyü zaman. Thumma utliqat ala kulli makruhun əv əyini ileyhi kəşşirki vəl küfri vəl ithmi vəl bidah. Və fitnə imtihan deməkdir. Amma sonra isə hər xoşa gəlməyən şeyə və yaxud da sonu xoşa gəlməz bir şeyə aparan hər bir şeyə də fitnə deyilir. Şirkdir, küfürdür, günahlardır, bidətlərdir, ixtilafdır, öldürməkdir, yandırmaqdır. Bütün bu xoşa gəlməz işlərin hamısı fitnədir. Yarbu fihə sagir və yəhramu fihəl kəbir. O fitnə zamanında uzun olduğuna görə, yəni balaca insan o həmən zamanda böyüyəcək, böyük insan isə onda qocalacaqdır. Və ondan bir şey tərk olunduğu zaman deyiləcəkdir ki, sünnət tərk olundu. Yəni artıq insanların fəhimləri dəyişiləcəkdir. Haqq batıl olacaq, batıl haqq kimi tanınacaqdır. Sünnə bidət, bidət isə sünnə kimi tanınacaqdır. Hətta innəhu mən əhyə sünnətə və amilə bihə və tərəkəl bidətə və nəhə anhə unkir aleyh. Hətta sünnəni ihya edən və sünnəyə əməl edən, bidəti tərk edib, bidətdən çəkindirən insana inkar olunacaqdır. Və deyiləcəkdir ki, sünnə tərk olundu. Qilə və mətədəkə ya Əbu Abdurrahman, deyilir ki, nə vaxt bu olacaq? Alimləriniz getdiyi zaman. Yəni, alimlərin getməsi onların ölmələri ilədir. Və adəm təfəqquhi qeyri və başqalarının da öyrənmədiyi vaxtdır. Və kəthurət cühalukum və cahilləriniz çoxaldığı zaman. Və hədi nəticə təbiiyyəti lidhəbil uləmə, və bu da alimlərin getməsi ilə baş verən nəticədir. Və kəthurət qurraukum və qariləriniz çoxaldığı zaman. Qarilər də Qur'anı əzbərləyənlər və onu təcvidlə oxuyanlardır. Və təkun hədi sıfə məzmum inkənə həvləl qura ittəxadul Qur'anə məzəmir dunə tədəbbur. Yəni bu sifət məzəmmət olunan bir sifət sayılır. Əgər Qur'anı gözəl səslə oxuyurlarsa, amma mənalarını anlamırlarsa və əhkamlarını əməl etmirlərsə, halalını halal, haramını haram saymırlarsa, necə ki bu barədə hədislər bunu izah etmişdir. Və qallət fuqahakum və fəqihləriniz azaldığı zaman. Kimdir fəqihlər? Onlar dindən əhkamlar çıxardanlardır. Yəni yeni çıxan məsələlərə, çətin məsələlərə hökmlər çıxardanlardır. Və kəthurət umaraukum, əmirləriniz çoxaldığı zaman, əmirlərin də çoxalması müsəlmanların parçalanmasına, çoxlu xırda dövlətlərə bölünməsinə səbəbdir. Və təfərruq dəlil alə ixtilaf və parçalanmaq da ixtilafa səbəbdir. Gücün və qüvvətin İslam ümmətinin zəifləməsinə səbəbdir. Və qallət umanaukum və əmin insanlarınız azaldığı zaman. Kimdir onlar? Onlar yəhfadun ənfus vəl əmval vəl a'rad. Onlar nəfsləri, canları, malları və namusları qoruyanlardır. Və kullu məstu'minu aleyhi və onlara nə əmanət verirlərsə onu qoruyanlardır. Və qad bəyyənə Nəbi Hüsam keyfə turfəl əmanə min qulubil rical.
Və Peyğəmbər s.ə.v bəyan etmişdir ki, əmanət kişilərin qəlbindən necə çıxardılacaqdır, qaldırılacaqdır. Və bəyyənə ənəl umənə yaqillunə fil ümmə və xəbər bəyan etmişdir ki, əmin insanlar ümmətdə azalacaq. Hətta yuqal innə fi bəni fulan raculan əminə. Hətta deyiləcəkdir ki, filan qəbilədə filan əmin kişi vardır. Xəyanət etməyən bir insan vardır. Fəan Üzeyfə ibn Yəmən, Üzeyfə ibn Yəmən deyir ki, qal həddəthənə Rasulullah s.ə.v hədithin rəaytu əhədəhumə və ənə antadrul əxər. Peyğəmbər s.ə.v deyir, mənə iki hədis danışdı, onlardan birini görmüşəm, o birisini gözləyirəm deyir. Həddəthənə ənəl əmanətə nəzələt fi cədri qulubir rical. Thumma alimu minəl Qur'an. Deyir, mənə danışdı ki, əmanət kişilərin qəlbinin əsasına enmişdir, əmanət. Sonra deyir, onlar Qurandan bildilər və sünnədən bildilər. Və həddətən an raf'a, sonra əmanətin qaldırılmasından danışdı. Yenamur raculu nevmətə fətuqbadul əmanətu min qalbi. İnsan bir yuxu yatacaq və oyandığı zaman əmanət alınacaqdır qəlbindən. Fəyadallu əsəru mislə əsərül vakti və onun izi qalacaqdır. Burada vaxt bir yüngül bir şeyin izi kimidir. Qalacaqdır. Thumma yanamu nawma fatuqbadu fayaqba atharuha misləl məcli kəcəmrin dahrajtahu ala rijlika fanafid. Sonra bir yuxu yatacaq və yenə alınacaqdır və onun izi isə qalacaqdır. Burada məcl nədir? Əsrul əməl fil kəffi idə qalud. İnsan işlədiyi zaman əlinə çıxdığı bu amazol kimi. Və sonra misal gətirir ki, kəcəmrin dahrajtahu, ebri ki, közü diyirlətdiyin zaman ayağının üstündə və iz saxlayır və şişir və suluq kimi olur. Fətarahu muntabiran və leysə fihi şey, və şişir belə, amma içində heç nə yoxdur orada. Fəyusbihun nasu yetəbəyəun fələ yəkadu ahaduhum yuəddil əmanə, və onlar alış-veriş edəcəklər öz aralarında və əmanəti ödəyən az olacaqdır. Və yuqal innə fi bəni fulan raculan əminə, və deyiləcəkdir ki, filan məhəllədə ya filan qəbilədə əmin filan kəs adam vardır. Və yuqal raculun mə aqala və mə azfara və mə əclədə və mə fi qalbi mithqalu habbəti xardan min iman. Və bir insana deyiləcəkdir ki, o filan kəs necə ağıllıdır, necə zirəkdir, amma qəlbində xardal da nəsə qədər iman yoxdur. Və ləqəd ətə aleyyə zəmən və mə ubəl eyyəkum bəyətu. Və mənim üzərimə elə bir vaxt gəlib ki, hansınıza beyət etməyi mənim üçün maraqlı deyil. Ləyin kənə muslimən raddahu aleyyəl İslam, əgər müsəlmandırsa, onu mənə İslam qaytaracaq. Və in kənə nasrani raddahu aleyyəl sə'ihi, və xristiyandırsa, onu səy edəni qaytaracaq. Bunun izahı gələcək hər halda. Fəəmməl yevm fəmə kuntu ubəyu illə fulana və fulana. Amma bugün isə yalnız filan kəsə, yəni beyət edərəm. Və burada hədisdəki sözləri izah edir. وَالْتُمْ الدُّنْيَا بِعَمَلِ الْآخِرَةِ deyir, dünya axirət əməli ilə axtarılacaqdır. يَعْمَلُ عَمَلِ الْآخِرِ يُرِدُونَ بِهِ الدُّنْيَا, yəni axirət əməllərini edərək dünyanı istəyəcəklər, dünya malını, vəzifəni və insanlar arasında yəni şan şöhrəti axtaracaqlar. وَتُفِقِّهَ لِغَيْرِ الدِّينِ, dindən başqa bir şeylər üçün dini öyrəniləcəkdir. يَتَعَلَّمُونَ عُلُومَ الدُّنْيَا وَيَتَخَصَّصُونَ بِهَا وَيَتْرُكُونَ التَّفَقُّهَ لِلدِّينِ. Və gəlir ki, izahında dünyavi elmlər öyrənəcəklər və hətta bu işdə mütəxəssis olacaqlar, amma din üçün fəqih olmağı tərk edəcəklər. Və gəlir ki, burada həmçinin keyfə entum idə ləbisətkum fitnə, fitnə sizi bürüdüyü zaman sizin halınız necə olacaqdır? Fihi ənə hədil fitnə təummu kulləl muslimin, bu dəlildir ki, fitnə bütün müsəlmanları əhatə edəcək, hər bir sahədə ictimai, siyasi, iqtisadi, elmi. Biheyzu yusbihuddin sahih el-mustafa minəl əhva və şübə vəl-bidə qəribə. Belə ki, sağlam, təmiz din, saf din, şübhələrdən, havalardan xalis olan din qərib sayılacaqdır. Və həmələthu qallə və qurabəhu beynən nəs, və onu daşıyanlar da az olacaq və onu daşıyanlar insanlar arasında qərib sayılacaqdır.
Az qaldı. Və bi səbəbi təğayyür müfəhin, deməli bu məfhumların dəyişməsi səbəbi ilə tərəzilərin çevrilməsinə görə yalançı insan doğru kimi tanınacaq və doğru insan yalançı kimi tanınacaq və xain insana əmanət veriləcək, əmin insan xain kimi tanınacaqdır. Və məsələlər, işlər səfi və fasiq insanlara buraxılacaqdır. Əbu Hüreyrədən gələn rəvayətdə Peyğəmbər s.ə.v buyurur ki, Səyəti sənəvatun xaddəat, aldadıcı illər gələcəkdir. Yusaddaqu fihinnəl kədib, o illərdə yalançı insan doğru kimi tanınacaq və yukəzzəv fihinnə sadiq və doğru insan isə yalançı kimi tanınacaq. Və yu'təmənul xain, xain insan əmin insan kimi tanınacaq və yuxavvanul əmin və əmin insan isə xain kimi tanınacaq. Və yantiqu fihə ruvaybidə və o illərdə ruvaybidə danışacaq və deyilir ki, ruvaybidə kimdir? Və buyurur ki, Peyğəmbər s.ə.v düşük insan, səfih insan ümumi işlərdən danışacaqdır. Və digər rəvayətdə gəlir ki, Əl-Fuvaysiqu yetəkəlləm fi əmril əmmə. Kiçik fasik ümumi işlərdən danışacaqdır.